Bugün bir insan kafir ölkələrə gedəndə, bir çox insanlar arasında belə bir fikir yayılıb. Deyirlər ki, ət və toyuq yemə. Bəs nə yeyim? Deyir ki, balıq ye. Onun üçün balıq məsələsi sanki asan həll olunur. Gedir balıq alır və yeyir. Amma məsələ bu qədər sadə deyil. Bəzən mağazaya gedir, orada diri balıq satırlar. Balığı onun qarşısında sudan çıxarırlar. Bu halda heç bir problem yoxdur, aydındır. Söhbət isə ondan gedir ki, kafir ölkədə balıq dükanına gedir və oradakı balıqlar ölüdür. Kim deyə bilər ki, bu balıq şəriətə uyğun kəsilib, halaldır? Balıq alanda deyir, mən bilmirəm bu düzgün hazırlanıb ya yox. Ola bilər ki, sudan diri çıxarılıb və sonra çöldə ölüb. Müqayisə üçün bizdə də bazarda balıqlar çox vaxt ölü olur. Amma burada fərq var. Bura İslam torpağıdır, müsəlman bazarıdır və müsəlman əli var. Bu üç şey məsələni həll edir. Amma orada, yəni kafir ölkədə, bu yoxdur. O vüsulu eyni ola bilər. Torla tutulur həm burada, həm orada. Əgər bilsək ki, torla tutulub, deyirik ki, zəhər atılmayıb, partlayıcı istifadə olunmayıb. Amma biz dəqiq bilmirik ki, aldığımız bu konkret balıq necə tutulub. Bu hallar nadir olsa da mümkündür. Bəziləri deyir ki, orada qanunlar zəhər və partlayıcını qadağan edir. Amma biz hardan bilək ki, balığı tutan şəxs bu qanunlara riayət edib? Əsas məsələ budur. Milyonlarla balıq içində çoxu halal ola bilər. Amma hər bir balıq üçün ayrıca şübhə qalır. Çünki hər bir balıq bir vaxt sudaydı və o vaxt onu yemək caiz deyildi. Yəni şəri baxımdan zəkatlı deyildi. İndi kim deyə bilər ki, halal oldu? Əgər şübhə varsa, əsas prinsip budur. Zəkatlı olmama halı davam edir. İstishab. Hətta bilsək ki, haram üsulla tutulma çox nadirdir, yenə də ehtimal var ki, bu konkret balıq o nadir hallardandır. Əgər insan tam arxayındırsa, yəni demək olar ki, əmindirsə, yeyə bilər. Amma bu arxayınlıq demək olar ki, elm səviyyəsində olmalıdır. Məsələn, 99%-ə yaxın. Əgər arxayın deyilsə, onda qayda budur. Zəkatlı olmamaq əsası qüvvədə qalır. Sonda, əgər satıcı müsəlmandırsa, onun əli, yəni satışı, halal olmasına işarədir və məsələ həll olunur. Amma əgər kafirdirsə, məsələ fərqlidir. Əgər etibarlı qeyri-müsəlman deyirsə ki, bu balıq sudan diri çıxarılıb və insan buna arxayın olursa, qəbul edə bilər. Hətta bəzən elə olur ki, bəzi qeyri-müsəlmanlar bəzi müsəlmanlardan daha az yalan danışır. Bu da reallıqda mövcuddur. Buna görə bəziləri onlara daha çox etibar edir. Baxmayaraq ki, əslində müsəlman daha etibarlı olmalıdır.